İlk conditional videosunda birinci və ikinci düstura baxmışdıq. Bu videoda isə üçüncü və dördüncü düstura baxacağıq. Əgər ki biz dördüncü düstura yaxşı bir formada bilmək istəyiriksə, üçüncü düsturu çox yaxşı şəkildə bilməliyik. Sonra çünki işimiz rahatlaşacaq və əzbərə ehtiyacımız qalmayacaq. Gəlin başlayaq. Burada görürsünüz ki, if-dan sonra past simple vermişəm. Yəni ki, keçmiş sadə zaman olmalıdır. Düsturu çox sadə bir formata gətirəsi olsaq, if-dan sonra gələ bilər bizim üçün feilin ikinci forması. Əlbəttə ki, əvvəl də öyrənmişdik ki, indiki sadə zaman, yəni ki, feilin birinci forması gələ bilər. İndi isə feilin ikinci forması gələ bilər bizim üçün. Və vergül qoyuruq. Digər cümləmiz bu arada. Bu cümləmiz vergül qoyular. Bu biri cümləmiz would ilə bizim üçün qurular gələr. Və yaxud da ki, bax, bu would harada gələr? Bunu götürər bizim üçün. Bax, belə bir şəkildə də, bax, burada da onu verə bilər. Və hər iki formatda da sizə nümunələr göstərəcəm. Bu şəkildə. Bunu yaxşıca bir mənimsəmək üçün nümunəni hökmən görməliyik. Az öncə üstündə yazmışam. Deməli, biz burada görürük ki, if var. If-dən sonra biz öyrəndik ki, nə öyrəndik? Feilin birinci forması gələ bilər, feilin ikinci forması gələ bilər. Hələlik bunu öyrənmişik. Ona görə də gedirəm, bax, would-u çıxardıram, will-ı çıxardıram. Çünki mən belə bir şey deməmişim. İndiyənə dək hələ ki, belə bir şey keçməmişik sizlə birlikdə. Və feilin üçüncü forması deməmişim. Sadəcə olaraq sizə hələlik feilin birinci və ikinci formasını keçmişik. Bura qədər olan izahda. Və B variantını görürsünüz ki, bu feilin ikinci formasıdır, bu da eyni ilə. Və sizə bu videodan əvvəl part 1-də izah eləmişdim ki, indiki zaman və gələcəklə uzlaşır. Keçmiş isə sadəcə olaraq keçmişlə uzlaşır. Bizim üçün isə ya variantımızda keçmiş ilə gələcək uzlaşdırılıb. Ona görə yeni çıxa bilərik B variantı. Görürsünüz, tamamilə gedib düsturu əzbərləmirəm. Əslində, mənim üçün köməyimə gələn bu da olur. Dördüncü düsturu isə part 3-də izah eləyəcək. Növbəti videoda görüşənədək.